Bugün hər kəs ali məktəbə qəbul olan uşaqları təbrik edir, amma qəbul ola bilməyən uşaqlar da var. Mən onlar üçün bu videonu çəkib paylaşmaq istədim və çox istərdim ki, bu videonu maksimum paylaşaq ki, həmin uşaqların, ali məktəbə qəbul ola bilməmiş uşaqların qarşısına bu video çıxsın. Bəlkə də indi kimlərsə öz çarpayısında uzanıb ağlayır. Əminəm ki, onların heç kefi yoxdur, qanları qaradır. Və buradan onlara demək istəyirəm ki, əziz balalar, gözəl balalar, həyat qarşıdadır. Bu il olmadı, gələn il inşallah qəbul olarsınız. Həyat davam edir. Göz yaşınızı silin. Bəli, hər kəs böyük əmək çəkib, böyük zəhmət sərf edibsiz, aylarla, illərlə. Valideynlərin üzüntüsünü başa düşürəm. Çox valideyn indi vəziyyət çətindir, boğazından kəsib uşaqlara hazırlıq pulu verir. O valideynləri də başa düşürəm, amma həyat davam edir. Bəlkə də gələn il bu ildəkindən qat-qat yüksək nəticə göstərəcəksiniz. Bəlkə də gələn il daha böyük fürsətlər sizin qarşınıza çıxacaqdır. Yəni Qurani Kərimdə də belə bir ayə var. Allah buyurur ki, o işdəki fayda bilirsiniz, sizə zərər ola bilər. Zərər bildiyinizdə sizə fayda ola bilər. Ona görə də həyat davam edir, ağlamırıq, göz yaşımızı silirik, gələcəyə daha böyük ümidlə baxırıq. Hər biriniz gözəlsiz, hər biriniz əzizsiz və buradan mən sizi təbrik edirəm. Bəli, ali məktəbə qəbul olmamış uşaqları da mən təbrik edirəm. Niyə təbrik edirəm? Əməyinizi, zəhmətinizi təbrik edirəm. Yuxusuz gecələrinizi təbrik edirəm. Əsas odur ki, bu böyük zəhmətə qatlaşa bildiniz. O böyük yükün altına girə bildiniz. Gələn ilki nəticələr çox gözəl olacaq. O qədər yüzlərlə, minlərlə uşaq var ki, bir il qəbul ola bilməyib, gələn il daha yüksək balla ən böyük arzusunda olduğu universitetə, fakültəyə daxil olubdur. Ona görə də həyat davam edir, üzülmürük. Kimsə elə indi gözünün yaşını axıdırsa, göz yaşınızı silin, dincəlin, 1-2-3 həftə istirahət eləyin, sonra tam enerji ilə yola davam edəcəksiniz. Əslində sizə indi bu dəhşətli bir faciə kimi gəlir, gözəl balalar. Amma həyatın axarında bir il böyük müddət deyil. Vallahi böyük müddət deyil. Yəni indi siz düşünürsünüz ki, mütləq qəbul olmalıydıq, bir ildən mi geri düşək? Bir il, indi sizə bir il gəlir. Məsələn, 30, 35, 40 yaşınızda o bir il sizin üçün heç nə olacaqdır. Bu ömür kəsiyində. Hər birinizi bağrıma basıb öpürəm. Mən istədim ki, sizi də mən qeyd edeyim, sizin üçün də mən video hazırlayım, yaddan çıxmayıbsınız. Baxın, mən sizi xatırladım. Bu videoda ümid edirəm ki, sizin qarşınıza çıxar. Ən azı sizə bir balaca ümid olar. Öpürəm sizi, bağrımı basıram. Valideynlərə də səbr arzu edirəm. Uşaqların üstünə düşməyin. Həyatdır. Bəzən savadlı uşaq da qəbul ola bilmir. Bəzən kodlaşdırmanı düzgün edə bilmirlər. Müəyyən qədər bir şans məsələsidir. Şansınız, bəxtiniz açıq olsun və ali məktəbə qəbul olan tələbələri də təbrik edirəm. Hər biriniz əzizsiz, dəyərlisiz. Önəmli olan can sağlığıdır. Canınız sağ olsun və bol enerji ilə yeni ilə başlayın, uğurlu nəticələr olacaqdır. Gələn il bu vaxtı siz o xoş, gözəl mesajı alacaqsınız.